Herkese salam, kanalıma hoş gelmişsiniz. Müğənni Təranə Qumral xalq artisti Niyaməddin Musayevin qızının vəzifəsi haqqında danışıb. O qalmaqallı açıqlamalar verib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Videonu izləyib fikirlərinizi də bizimlə paylaşmağı, kanalımıza dəstək üçün abunə olmağı unutmayın. Hörmətli dostlar, bax belənçinə. Deyirəm də, vallah, adamda bəxt yaxşı şeymiş. Bəxt yox ha, bəxt yox. Adamı olmaq yaxşı şeymiş. Buradan getmişsən, hardasan? Hara sığınmısınız? Mən yaxşıyam dostlar. Dostlar, yazın görüm neçədən diplomlu var burada? Yazın görək. Yazın görək neçənizin diplomu var, neçəniz işsizsiz. Apa, mənim evimdə işləyən arvad var. Qızının ərinin 2 dənə diplomu var. And olsun Allah'a, taksi şoför işləyir. Taksi də uca adam da tapır aparmağa. Adam da tapır aparmağa. Heç kimin işi yoxdur. Burada mədəniyyət örgədənlər, arvad yox xanım. Nə oldu? Yenə də gəldi. Bu arvaddır, xanım deyil. Xanım olsa fövqəladədə işləyər. Bu arvad da evdə işləyir. Ağzımı açdırırsınız. Bəli, mən yenə deyirəm. Hörmətli jurnalistlər, dəyərli jurnalistlər, baxmayın ki, xalq artistinin qızıdır. Sabah mənlə bərabər araşdırmalıyıq. Necə olub ki, Niyaməddin Musayevin qızı polkovnik rütbəsi rəisiymiş. Necə olub ki? Mənim qızım o boyda məktəb oxuyub. Beynəlxalq münasibətləri qutarıb mənim qızım. Международный отношения. Əslində mənim qızım orada işləməlidir. Diplomatdır mənim qızım. Mənim qızım diplomatdır, amma necə olub ki, mən qızıma iş tapa bilmirəm. Gün matım qutum quruyub, and olsun Allah'a. İnanın mənə. Mənim matım qutum quruyub. Niyə quruyub? Az 20 ildə mən qızıma iş tapa bilmədim. 20 ildə mən qızıma iş tapa bilmədim. Neynədir? Axır yazıq getdi, mahnı yazdırdı, başladı oxuma. Onu da sildilər. Allah belanızı versin. Əlim havadadır. Hər gün qarğış eləyəcəm. Hər gün. Hər gün balalarıma da qarğış eləyəcəm, özüvə də. Hər gün. Canlıdayım Qumral. TikTok'ta canlıdayım. Yaxşı. Yo, mən əsəbləşirəm. Əsəbləşirəm. Bəli, mən əsəbləşirəm. Yenə deyirəm, mənim uşağım, mən 20 ildə mən uşağıma iş axtardım, tapmadım. Anam, bacım. Mənim qızım, yenə deyirəm, hələ balacanı demirəm, hələ fidandan danışmıram. Mənim Qumral qızım beynəlxalq münasibətləri qutarıb, международный отношениyanı qutarıb, İngilis təmayülünü qutarıb, Litçeydə oxuyub. Amma bu adama mən iş tapmadım. Mənə maraqlıdır ki, görüm. Mən iş tapmaq üçün xalq artistini mi olmalıydım? Ya mənim qızım xalq artistinin qızı mı olmalıydı? Bax, sonra cəmaat danışanda deyirsiniz ki, danışır. Necə olub? Bu röyən necə alıb bu rütbəni? Niyaməddin Musayevin qızı polkovnik rütbəsi rəisini necə alıb? Özdə gör harda işləyib. Fövqəladə məxfi şöbənin rəisi işləyib polkovnik rütbəsi ilə. Mən demirəm, budur ha. Bax, saytlər yazıb hamısına. Saytlər yazıb. İndi də hardadır? İndi də xaricdədir.
Ay sağ ol da. Ay sağ ol da neçə ildir işləyir ki rütbə alıb bu adam. 20 il, 20 il, 30 il işləyənlər var ki, o Zvanyaya həsrətdir. Ay Allah, deyir bircədən o Zvanyanı alıb taxsaydın bura. Nə olub ha sən? Az nə olub qadın canımla rütbə daşıyırsan, ha? Araşdıracağım səhər. Bu hələ bugünküdür. Bugünküdür, bugün mən görmüşəm bunları. Bugün mən durmuşam, görmüşəm ki, saytlərdə yazıblar ki, Niyaməddin Musayevin qızı polkovnik rütbəsindədir. Mənə çox maraqlıdır. Bu məni doğrudan da maraqlandırıb. Eşitsinlər özləri də. Əlbəttə ki, eşitsinlər. Bu mənim jurnalımdır, bugün danışmışam. Hər gün bu haqda danışacağım. Hər gün. Yenə deyirəm. Araşdırsınlar, görək. Kim düzəldib bunu bura? Necə olub ki? Vallahi mənim qızım o boyda ali savadlı, məktəbini qutardı, diplomunu aldı. İş də tapa bilmədi mənim qızım. Neynədir? Sonra dedim, ay bala da iş də yoxdur da, heç nə olmaz. Səsin də var, aktyorluq sağlığın da var. Gəl sən də oxu da, mahnı oxu. Ac qalmayasan ki. Bir gün ata var, ana var, sabah yoxdur. Neynəyəcəksən? Gəl oxu. Sən də oxu. Hamıdan da gözəldir mənim qızım. Hamıdan da qəşəng oxuyur mənim qızım. Buyurun. Hə? İndiki oxuyanlara baxın da ortalıqda. Kimlə neyi bəcərdi mənim qızım? Kim pis oxuyur? Kimlə pis oxuyur mənim qızım? Hə? Gözəllik, gözəllik, duruşu duruş. Heç nədən də qorxmuram. Bax, buradan açıq-açığına deyirəm. Kim də istəyir qayd eləsin, paylaşsın. Bəli, düz deyirəm. Mənim qızım necə olub ki, bu 20 ildə mən iş tapa bilmədim? Doğru, 3-4 ildə dedim, ay bala, gəl sən də oxu. Neyniyək da? Araşdırın, yenə deyirəm. Jurnalistlər, yazın ha. Əsas iş sizə düşür. Sizin yazdığınızı mən görmüşəm burada. Mən görmüşəm burada. Mən bir zəng eləmişəm, deyiblər, bəli, burada işləyib. Lazım olacaq, orada gedəcəm. Götürəcəm 1-2 dənə jurnalist, gedəcəm orada düz. Bəli, çox da gözəl oxuyur. Mənim elə qızlarımın üçünün də səsi var əslində. Da neyiniyim də o qədər uşağım o cür deyindi. İndi də fidan. Heç iş də tapa bilmirəm. Mehman, xoş gəldin. Mehman, sən bu işlərə necə baxırsan, ay bala? Hı? Diplomun zadın var sənin. Mən demişəm, mənə dəyməyin. Mənə dəyməyin. Mən eyb yoxdur, sizin cavabınızı verin. Mənim uşaqlarıma, mənim balalarıma dəyməyin. Mənim balalarıma toxunanda mən canavara dönürəm. Mən canavara dönürəm. Mən boş verirəm. Mənə nə deyir, kim nə deyir, şər atır, bunu deyir, onu deyir. Mən boş verirəm. Amma mənim balama dəyəndə mən canavar oluram, canavar. İnsanı parçalayaram. Kimin balası varsa hamı bilir. Bəli. Bugün mənim balama dəydilər, mən də dəydim balasına. Mənim balama toxunanın balasına toxunacam. Valla, mənim uşağımın nə günahı var idi ki? Bu günlərin Manaf Ağayev sağ olsun. Çox gözəl danışdı. Oxuyub da indi sözü səhv demişdi, onda düzəltdi. Onu götürüb sildirirsən, yaxşı eləmişəm, yaxşı. Mən də yaxşı eləyirəm. Mən də yaxşı eləyirəm. Sən xarici dili müəllimi ola-ola necə getmirsən fövqələdədə? Hələ bir polkovnik rütbəsi də almısan. Mən də yaxşı eləyirəm deyirəm. Neynəyəcəksiniz ki mənə? Hə? Maraqlıdır. Çox maraqlıdır. Mən söyüş eləmirəm. Allah eləməsin. Mən heç özümə söyüş yaraşdırmıram. Prosto deyirəm, görüm, çox hörmətli, çox dəyərli xalq artistimiz Niyaməddin Musayev. Necə olub ki, sizin qızınız fövqələdədə? Görün harda yaz, vallahi billahi. Polkovnik rütbəsində olub.
Özdə məxfi şöbənin rəisi olub ha bu adam. Məxfi şöbə bilirsiniz nə deməkdir? Hə? Yazın görək. Yazın görək bilirsiniz məxfi şöbə nədir? Bəli, mənim qızımın da diplomu var. Mən də istəyirəm mənim qızım fövqəladədə işləsin. Niyə də işləməsin? Niyə də işləməsin? Mənim qızım gəlsin dübədib. Ondan savadlıdır. Ondan görkəmlidir. Səsi gözəl, danışığı gözəl, savadı gözəl. Mən sadəcə olaraq tam o ildən bu ilə qədər Niyaməddin müəllimə istəmədim toxunum. Fikirləşdim ki, ağsaqqal adamdır. Sevdiyimiz sənətkardır. İstəmədik Niyaməddin müəllimə toxunaq. Niyaməddin müəllimə görə də illərdir təranə sus. Bayaqdan da sevgim də deyir ki, Mum sən danışma da nə olar? Qoy onlar nə danışır. Deyirəm, yox ay balam. Yox ay balam, söz konusu siz olanda susa bilmirəm. Mən susa bilmirəm. Niyə də susum ki? Nə deyirəm ki? Kimsə söymürəm, kimsə təhqir eləmirəm, kimsə dalınca danışmıram. Bu günləri mən bütün saytlarda, baxın. Bütün saytlarda görmüşəm ki, qız polkovnik imiş. Mahnı sildirirmiş. YouTube'dan. Hədə hərbə gəlib. Musa Musayevin mahnısını gedib Atavın adına özəlləşdirmişsən. Neynimin sözləri də Musanındır. Musiqisi də Musanındır. Hansı haqqına getmişsən, yazdırmışsan ki, atamın mahnısıdır? Hə? Əlində əlacın olsa, elə Musanı da yeyirsən, bizimdir, ver bura. Dediz zamanında, alanmadı zaman. Səhv yazırsınız. Sevgimin də, mənim də, heç birimizin heç nəyimiz deyil olar. Allah eləməsin oxşasınlar. Prezident, xoş gəldin. Görürsən də haqsızlıqları, ay prezident. Baxın sizdə. Baxın görün. Ürəyi partladı bu dəqiqə 2 dənə diplomu olanların. Ürəyi partladı ki, biz kişi canımızdan fövqəladə işləyə bilmədik. Buna bax sən, xalq artistinin qızı. Qoy araşdırsınlar, araşdırsınlar görək ki, bu necə olub ora götürüblər bunu? Bu necə olub bu rütbə alıb belə? Rütbə deyirəm sizə. Rütbə. Rütbəsi də varmış, hələ bir rəis də işləyirmiş. Nə deyim ki mən? Durum nə deyim? Sən rütbədə işləyirsən, sən fövqəladədə işləyirsən, hə? Sən məxfi şöbənin rəisisən, qəşəng də pul alırsan. Qəşəng də pul alırsan sən. Alo.